Sabah komandasının vurduğu penaltı. Birinci penalı gola çevirə bilib. Birinci penalda Qarabağa gol vurub. İndi ikinci penal. 15 dəqiqə fasilə bitdi. İkinci 45 dəqiqənin başlanğıcı. Yer dəyişmə oldu. Qarabağ, Sabah klublarının oyunları. Hesab 1-1. Oyun başladı. Hər iki komanda bir dəfə penalti zərbəsi yerinə yetirib. Oyun çox möhtəşəm irəliləyir. Sahil, fikir versən, Qarabağ daima atakadadır, elə bir ki. Daima hücumda. Sabahın bir dənə bəxti penalti də gətirdi. Hər iki penaltidə də bəxti gətirdi. Həqiqətən hər iki penaltidə bəxti gətirdi. Qola çevirə bildi. Qapıcı fərqləndi. Aha. Qarabağdan qəşəng atak, amma çıxdı. Möhtəşəm ataka. Gözdən zərbə. Qəşəng. Qısaca burada nə deyirik? Sahib, bu videonu izləyənlərə azərkeş gözü ilə izlə. Canlı. Görsən qabaqla, başlayırsan baxmağa. İkinci 45 dəqiqədə Sabah komandasının ilk atakası. Oyuncu yıxılıb heç kimin vecinə də deyil. Fikir verdin, oyuncu getdi. Canavar bura bax. Sabahın azərkeşi. Hakimin qərarı, görək nə olacaq. Diqqət baş hakimə. Elə qəşəng eşitdi ki. VAR sisteminə baxır, görək. Penal. Sabah komandasının vurduğu penaltı. Özü də Qarabağa. İkinci penal. Birinci penalı gola çevirə bilib. Birinci penalda Qarabağa gol vurub. İndi ikinci penal. Hakim biti. Hakim başına verdi. İndi görək. Alınmadı. Kaptı çıxartdı. Sabah bu dəfə fərqlənə bilmədi. Qapıçının
möhtəşəm zərbəsi ilə top çıxdı. Küzdən zərbə hakimi qərarı. Və zərbə. Uğursuz. Uğursuz. Təkrar küzdən zərbə. Hakimi qərarı izləyirik. Canlı azarkeş gözü ilə izləyirik. Videonu bəyənib kanala da abunə oluruq bu arada. Onu da aradan çıxardaq əlimizdəymişkən. Vaxtda sarı kart verməlidir əslində. Vaxtı Qarabağ irəliləyir. Ama alınmadı. Yani hesap 1-1'dir. İkinci 45 dəqiqədir, ikinci time'dır. Sabahın atakası. Hücum. Aha. Qarabağın qapısı fərqləndi. Bir də onu təkrar eləyirəm ki, bu Sabah Qarabağ oyunu final oyunudur. Bugün mayın 31-idir. Oyun saat 19:07-də keçirilir. Final oyunudur. Hesab 1-1'dir. Oyunun keçirildiyi yer Sumqayıt Mehdi Hüseynzadə adına Sumqayıt Respublika Stadionu. Sumqayıtda yerləşən futbol meydançasında oynanılır. Final oyunudur. Sabah futbol klubunun karyerasında ən böyük oyunlardan biridir bu hal-hazırda. Bunu oyuncular da öz müsahibələrində deyirdi. Hətta baş məşqçisi belə öz müsahibəsində bildirmişdi. Final oyunu. İkinci dəqiqədə Sabahın oyuncusu zərbə aldı. İndi var sisteminə baxırıq ki, görək cərimə zərbəsi verilir yoxsa yox? Verilir. Cərimə zərbəsi. Cərimə zərbəsini görək, qola çevirə biləcək Sabah. Nəfəslər tutulur. Alınmadı. Hara göndərirsən topu sən? Hara göndərirsən? Qapı yerdədir, ayda yox. Yerdədir qapı. Hara göndərir bu? Qarabağın qapısı. Yetmiş dördüncü dəqiqə. Final oyununda möhtəşəm kadrlar. Kanala abone olursunuz, izləyirsiniz. Qısa konkret. Abone ol, izlə. Düzdəmirəm? Ağaçsın. Hal-hazırda Sumqayıtda yerləşən Mehdi Hüseynzadə Respublika meydançasında 12 mindən yuxarı azarkeş mövcuddur. Möhtəşəm oyun gedir. Qarabağ, Sabah komandalarının oyunu. Qəşəng. Aha. Ayda. Cərimə zərbəsidir. 9,5 metr rəqib aralıqda durmalıdır. Və Sabah komandası cərimə zərbəsini yerinə yetirməlidir. Hakimin də fit səsi verildi.
zərbə heç nə.